Azərbaycanda ən çox məzarlıq olan kənd. Düşünün ki, elə bir kənddə yaşayırsınız ki, burada hər addım başı məzarlıqdır. Məzarlıqdan qorxu hissi çox adamda var. Ancaq bu kəndin sakinləri üçün məzarlıqdan keçmək, məzarlıq görmək çox adi bir haldır. Bu kənddə 36 məzarlıq var. Məzarlıq sayı niyə bu qədər çoxdur? Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Söhbət Qobustan rayonunun Sündü kəndindən gedir. Bu kənddə 36 məzarlıq var. Azərbaycanın kəndləri ilə bağlı rubrikamız davam edir. Bu dəfə sizə 5000 ildən çox yaşı olan kəndimizlə bağlı məlumat verəcəm. Lakin onu maraqlı edən təkcə bu deyil. Sündü Azərbaycanın yeganə kəndidir ki, burada 30-dan çox qəbristanlıq var. Bunun səbəbi isə çox maraqlıdır. Yerin Qulağı YouTube kanalı Azərbaycanın ən qədim kəndlərindən biri ilə bağlı məlumatı təqdim edir. Sündü kəndi Qobustanın mərkəzindən 16 kilometr aralıqda, rayonun şimali-qərb hissəsində olan dağlıq və qayalıq ərazidə yerləşir. Sündü kəndində 600-dən çox fərdi təsərrüfat var. Sakinlərin sayı isə 3000 nəfərdən çoxdur. Əhali milli tərkibinə görə Azərbaycan türklərindən ibarətdir. Kənddə Azərbaycan türkçəsindən başqa hər hansı yerli dil və dialektdə danışılmır. Mənbələrə görə Sündü kəndinin tarixi eramızdan əvvələ təsadüf edir. Sündü kəndi Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir. Bu kəndin tarixi 5000 ildən artıqdır. Onun ərazisində tapılan maddi mədəniyyət nümunələrinə əsasən kəndin Tunc dövründə salınması ehtimal olunur. Tarixi mənbələr, yer adları bunu təsdiq edir. Kənd Sündü platosundadır. Sinədi adının təhrif olunmuş formasıdır. Oykonim Azərbaycan dilindəki sinə, döş, yamac və tat dilindəki di kənd sözlərindən ibarət olub, yamacdaşı kənd mənasındadır. 1848-ci ilin məlumatına əsasən, həmin ərazidə Sündü icması da olub. Bəlkə də Sündü Azərbaycanın yeganə kəndidir ki, burada 30-dan artıq qəbristanlıq mövcuddur. Amma görünür bunun da öz səbəbləri var. Bir vaxtlar kənd ərazisində 36 qəbristanlıq olsa da, hazırda onların sayı 32-dir. 1918-ci ilin may soyqırımında ermənilər tərəfindən Sündü kəndində 295 nəfər kənd sakini şəhid edilib. Kəndin mərkəzində olan qəbristanlıqların yaşının qədim dövrə, İslamdan əvvəlki dövrə təsadüf etdiyini, kəndin kənarında olan qəbristanlıqların isə sonrakı dövrlərə aid olduğunu deyən Sündü kənd sakini, əməkdar tarix müəllimi İdris Alcanov bir kənddə 30-dan çox qəbristanlığın olmasının səbəblərini kəndin tarixinin qədim olması ilə əlaqələndirir. Kənddə ölkə əhəmiyyətli arxeoloji abidələr də yerləşir. Bunlara Qədirtəpə kurqanı, köhnə qəbristanlıq, quyulu mağaralar, 8 ədəd mağara, qədim yaşayış yeri daxildir. Sündü kənd sakini polkovnik leytenant Şikarov Şikar Şüküroğlu 90-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının milli qəhrəmanı adına layiq görülüb. Kənddə onun adına orta məktəb fəaliyyət göstərir. Sündü kənd sakini Ziya Məlikov müsahibəsində bildirir. Kəndimiz turizm baxımından da çox böyük əhəmiyyət kəsb edir. Bura tez-tez yerli və xarici turistlər də gəlirlər. Kəndimizdə hal-hazırda 35 bulaq, 36 qəbristanlıq və mağaralar, eləcə də şəlalələr, Ağlayan bulaq adlandırılan əraziyə ekskursiyalar təşkil olunur. Kəndin çox da böyük olmayan küçələrində hərəkət etdikdə yolun sağ və sol tərəfində böyük daşlardan ibarət olan qəbirlər, fərqli üslubla inşa edilən evlər, hasar daşları kəndin qədimliyinin bələdçisi kimi göstərilir. Yayı quraq keçən mülayim isti iqlimin olması ilə səciyyələnir. Xəzri küləkləri əsir. Şərq və cənub-şərq tərəfdən isə isti küləklərin əsməsi də təsadüf edilir. Əhalisi əkinçilik, üzümçülük və heyvandarlıqla məşğuldur. Taxılçılıq əsasən dəmiyə şəraitində becərilir. Bu kəndin qədimliyini sübut edən faktlardan biri də burada mövcud olan Sündü məscididir. 920-ci ildə tikilən bu məscid hazırda fəaliyyət göstərir. Kənd 1918-ci ilin qanlı mart hadisələrindən, erməni təcavüzündən, soyqırımından da yan keçməyib. Daha çox əziyyət çəkib, dəhşətli itkilərlə üzləşib. 1918-ci ilin mart, aprel və may aylarında Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Sündü kəndində də ermənilər misli görülməyən vəhşiliklər törədiblər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci ilin avqust ayında yaradılan komissiya tərəfindən soyqırımı faktları araşdırılıb. Soyqırımı olan kəndlərdə yerli əhali ilə görüşərək iclaslar keçirən və həmin iclaslar rəsmi şəkildə protokollaşdıran həmin komissiyanın üzvləri 1918-ci il noyabr ayının 8-də Sündü kəndində görüş keçirib. Görüş və hadisələr protokollaşdırılıb. İclasın protokolundan görünür ki,
1918-ci ilin aprel ayında, yəni soyqırımı törədilən zaman Sündü kəndində 433 ev olub. Əhalinin sayı isə 2553 nəfər təşkil edib. Ermənilərin törətdiyi soyqırımı zamanı 198 ev yandırılıb, 295 nəfər qətlə yetirilib. Kəndin qocaman sakini Səbzalı kişinin xatirələrində belə qeyd olunur. Ermənilər ilk dəfə şimal istiqamətindən hücum ediblər. Erməni Bolşevik hakimiyyətinin rəhbəri Stepan Şaumyanın planı əsasında başdan gələn Qozlu Xılmınlı istiqamətində cəmləşən erməni silahlı dəstələri 1918-ci aprel ayında Sündü kəndində belə qanlı hadisələr törətdilər. 19-cu əsrdə Xelmilli kəndinə Rusiyadan köçürülən Malakanlar həmin hadisələr zamanı ermənilərə kömək ediblər. Sündü kəndi top atəşinə tutuldu. Əhali silahsız olduğuna görə yalnız qaçmaqla canlarını qurtarmağa çalışdılar. Lakin silahlı erməni dəstələri onları təqib edir, yaşlı insanlar, azyaşlı uşaqlar kütləvi şəkildə qətlə yetirilirdi. Əhalinin qaça bilən hissəsi Acıdərə adlanan yer vasitəsilə qaçıb Kürdəmirə, oradan isə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi Gəncə şəhərinə gedib çıxıblar. Yalnız Türk İslam ordusu Bakını azad etməyə gələndən sonra yerli əhali öz doğma yurdlarına qayıdıb. 1937-ci ildə Sündü kəndə Sovet hökumətinin işgəncə terrorundan qurtula bilmədi. Həmin ildə kənddə 15 nəfər sürgün edildi. Qobustan rayon Sündü kəndi 2-ci Dünya, 1-ci və 2-ci Qarabağ müharibəsi zamanı ümumilikdə 138 nəfər şəhid verib. Həmin şəhidlərdən 24-ünün qəbri kənd ərazisində olan qəbristanlıqda yerləşir. Böyük Qafqaz dağlarının ətəklərində yerləşən Qax rayonundan və onun dilbər cuşələrindən olan İlisu kəndindən təbiət səxavətini əsirgəməyib. Səfalı havası, buz bulaqları, Gur şəlalələri, iti axan çayları, sıx meşələri ilə zəngin olan İlisu kəndi hələ ta qədimdən insanların marağına səbəb olub və onlar burada məskunlaşaraq hündür dağlara, sərt qayalara, çətin keçilən yamazlara sığınıb, işğalçılardan qorumaq üçün alınmaz qalalar inşa ediblər. Orta əsrlərə aid Cinli qala, kilsə qalıqları, Oğlan qala, Qız qala və digər tarixi mədəniyyət abidələri ərazidə ta qədimdən yaşayış məskənlərinin olduğunu sübut edir. Bu yerlərdən biri də Sumuq qaladır. Qax rayonunun İlisu kəndinin Bucaq məhəlləsində inşa olunan Sumuq qala 18-ci əsrə aiddir. Müdafiə məqsədi ilə tikilən qala həm də yaşayış üçün istifadə olunub. İri ölçülü pəncərələri də bunu təsdiq edir. Qalanın inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən istifadə olunub. Qalanın adı ilə bağlı bir sıra fərziyyələr var. Rəvayətə görə qala Sumuq xanı adlı bir İlisu hakimi tərəfindən inşa etdirilib. Lakin tarixi mənbələrdə Sumuq xanı yox, sadəcə Usmi, dağlı hakimlərə verilən titul, məsələn, Qaytaq Usmisi titulu ilə bir müddət sultanlığı idarə etmiş Məhəmməd xan adına rast gəlinir. Digər fərziyyələrə görə qala sümük kimi möhkəm olduğuna görə Sumuq qala adlanır. Sumuq qala bütün keçmiş SSR məkanında şöhrət tapmış Qorxma, mən səninləyəm filmi ilə məşhurdur. Qeyd edək ki, filmin bəzi epizodları burada lent alınıb. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.